Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım inşallah. 4 bucaqlara ayrılan bir sualdır inşallah. Sual keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki sizə bu kanalda 8-ci sinifə aid həm qısa videolar, həm də mövzuların geniş izahları paylaşılır. Əgər siz də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın inşallah. İndi keçən sualın izahına. Deyir ki, ABCD poliqramında AB və D'yə deyir ki, nələrdir? Təmrənlər. Uşaqlar, baxın, əgər mən bura bir alfa desəm, burada bir alfa olmalıdır. Və bu alfa ilə bu, bax, bura alfa olmalıdır. Hə, demək, onda buralar bir-birinə bərabərdir. Əla. Uşaqlar, baxın, əgər mən bura bir beta desəm, onda burada beta olmalıdır. Və bu beta ilə, baxın, bu beta ilə bu beta da bir-birinə bərabər olmalıdır. Əla, onda, baxın, bura ilə də bura bir-birinə bərabər olur. Bax, əgər bura A-dırsa, burada A-dır. Bura, bax, AB A-dırsa, DC də A olmalıdır. Burada A'dır, burada A'dır. Onda burada A bərabər, baxın, A ilə A'nın cəmisi 2A bərabər 10 olurdu. Uşaqlar, edin, buradan burada 2A'dır. Elə 2A da nəyə bərabər? 10'a. A bərabər neçə oldu? 5 oldu. Hə, deməli, bura 10, burada 5'dir. Mən bunun perimetri necə taparam uşaqlar? 2 vurulsun, 10 üstə gəlsin, 5 şəklində olacaq. Yəni, 2 vurulsun, 15 bərabər neçə olacaq uşaqlar? Cavabımız 30.